Salam əziz izləyicilərimiz, üçbucaqda ulduzlu sualların praktik həll üsullarına davam edirik. Xatırladıram ki, bugünkü dərsimizdə mən tək deyiləm, balaca Leyla da mənimlədir. İlk sualın həllini ondan dinləyək. Ondan sonra bu sualın iki üsulla mən praktik həllini sizlərə göstərəcəm. Arkadaşlar bugün sizler için bir toplama çıkma öğreneceğiz. 2'ni vuranda 3 oluyor, 4'ü 1'e vuranda 3 oluyor, 6'nı 2'ye vuranda 5'i 1'e vuranda 4 olur. 6 2'ye vuranda 5'i 1'e vurursunuz. 6'nı 1'e vurursan 2 olur. 4'ü 1'e vursan 2 1 olur. Ama sizler için yapamayacağım bugün arkadaşlar. Arkadaşlar anam Lüçkal Franşeti olan da sizler için hazırlayabilirim. Gelen videolarımızda görüşürüz. Leyla'ya bu güzel izahına göre teşekkür edirik. Yəqin ki çok şey öğrendiniz. Ben de bilmediğim bayağı bir şeyler var idi. Leyla'nın sayesinde öğrenmiş oldum. Ona göre teşekkür ederim. Keçək sualımıza. Məsələnin şərti belədir ki, ABC üçbucağının BS tərəfi üzərində D nöqtəsi götürülmüşdür. BM medianı AD parçası ilə O nöqtəsində kəsişir. BD'nin DC'ye nisbəti 2'nin 3'e nisbətidir və AD 35 cm olarsa AO'nu tapın. Deməli bu diyeceğim üsul BM median olduktan sonra üçbucaqda AD hansı parça olur olsun və BD'nin DC'ye nisbəti nə olursa olsun bütün bu tip məsələlər üçün keçərlidir. Deməli BD'nin DC'ye nisbəti 2'nin 3'e nisbəti olduğuna görə OD kiçik parça BD'nin K ile ifadəsidir. Yəni OD 2K'dır. AO isə bunların cəminin K ile ifadəsidir. Yəni 2 üstəgəl 3 5K'dır. Yani AO'nun OD'ye nisbəti 5K'nın 2K'ya nisbətidir. Deməli buradan görürük ki 7K yani AD 35 olduğuna göre 7K 35'dir. K ise buradan 5 almış oluruz. Yani 35'i 7'ye bölsək 5 almış oluruz. Bizden AO'nu soruştuğu için AO 5K'dır. K'nı biz 5 tapdıq. Deməli 5'i 5'e vursak 25 almış oluruz. Doğru cevap C variantı olacak. İkinci praktik usulumuz belədir ki, burada üçbucağa heç bir şart verilmədiyinə görə, mən əvvəlki praktik usullarda da qeyd etmişdim. Üçbucağı bərabər tərəfli üçbucaq kimi və düzbucaqlı üçbucaq kimi həll etdikdə daha rahat həlləri alınır. Çoxu üçbucaq suallarında bu şəkildə baxmaq olur. Ona görə mən bu üçbucağa bərabər tərəfli üçbucaq kimi baxa bilərəm. Çünki burada üçbucağa heç bir şərt verilməyib. Deməli bərabər tərəfli üçbucaqda da verilən şərtlər doğrudur, ödənir. Ona görə əgər bu ABC üçbucağına mən bərabər tərəfli üçbucaq kimi baxsam, BD'nin DC'ye nisbəti 2'nin 3'e verdiği üçün BD 2K, DC 3K olacaq. Deməli BC 5K olduğu üçün, bərabər tərəfli olduğu üçün bu üçbucaq AC de 5K olacaq və AB de 5K olacaq. Və bərabər tərəfli üçbucaqda BM medianı eyni zamanda həm hündürlük həm də tənbölən olacaq. Çünki bərabər tərəfli üçbucaqda median, hündürlük, tənbölən eynidir. Və buradan AO'nun OD'ye bölünməsinə baxmalıyam mən. ABD üçbucağında AO'nun OD'ye nisbəti tənbölənin qaydasına görə 5K'nın 2K'ya nisbətidir. Çünki BO tənböləndir artıq. Median olduğu kimi eyni zamanda tənböləndir. Tənbölən olduğu üçün tənbölənin qaydasına görə AO'nun OD'ye nisbəti 5K'nın 2K'ya. Yəni AO 5K'dır. OD ise 2K'dır. Yine 7K beraberdir 35. Buradan K beraberdir 5. Yine bizden 5K'nı soruştuğu için 5 vur 5 25 almış olarıq. Doğru cevap buradan da C variantı tapmış olarıq.